Bu gün mən sizlərə əməliyyat sistemlərimizdən biri olan Windows 11 əməliyyat sistemini izah edəcəm. Gəlin əvvəlcə əməliyyat sistemi nədir, onu öyrənək. Ümumiyyətlə, əməliyyat sistemi kompüterlərin idarə olunması üçün yaradılmış xüsusi proqramlardır və fərdi kompüterlərimiz üçün ilk yaranmış əməliyyat sistemimiz MS-DOS əməliyyat sistemimiz olub. Artıq bu əməliyyat sistemindən sonra bir çox digər əməliyyat sistemlərimiz yaranıb və bunlardan biri də Windows 11 əməliyyat sistemidir. Bu əməliyyat sistemimiz 2021-ci il oktyabr ayının 5-dən etibarən demək istifadəçilərə əlçatan olub. Yəni istifadəçilər artıq öz kompüterlərinə Windows 11 əməliyyat sistemini yükləyib işlədə bilərdilər. Ümumiyyətlə Windows 11 əməliyyat sistemimiz çox istifadəçili, çox məsəlli və qrafik interfeysli əməliyyat sistemimizdir. Qrafik interfeysli dedikdə əməliyyat sistemi ilə istifadəçi arasında əlaqənin xüsusi işarələr, ikonlar, piktoqramlar vasitəsilə təmin olunması başa düşülür. Ümumiyyətlə Windows 11 əməliyyat sistemimiz Windows 10 əməliyyat sistemindən əsasən yeni dizaynı ilə, təkmə performans təkmilləşdirilməsi, daha müasir təhlükəsizlik xüsusiyyətlərinə görə fərqlənir və Windows 11 əməliyyat sistemimizin bir neçə versiyaları vardır və bu versiyaları burada qeyd etmişəm. Bunların adlarını bilməyiniz vacibdir. Ümumiyyətlə Windows 11 əməliyyat sistemimizdə əsas yeniliklər ən birincisi start menümüzün, bir də taskbarımızın mərkəzdə yerləşdirilməsidir. Sonra Microsoft Teams proqramı vasitəsilə daha sürətli ünsiyyət imkanıdır. Daha təhlükəsizlik, daha güclü təhlükəsizlik baxımından Windows 11 əməliyyat sisteminin digər əməliyyat sistemindən fərqlənir. Sonra Copilot süni intellekt demək proqramımız, Microsoft Store burada da həm daha sürətli, həm də ki daha çox tətbiqlər olur. Sonra enerji effektli, yaxşı performans, virtual desktoplar, Snap Layout, Snap Groups adlı demək yeni interfeyslər bizdə, yəni Windows 11-də əsas yeniliklərdən biridir. Ümumiyyətlə Windows 11 əməliyyat sistemimizin əsas 3 obyekti var: fayl, qovluq, qısa yol. Ümumiyyətlə qovluq dedikdə istifadəçi tərəfindən yaradılmış obyektlərin nizamlı şəkildə saxlanması. Yəni biz qovluğun içərisində istədiyimiz qədər fayllar saxlaya bilərik. Var boş qovluğumuz, boş qovluğun ikonu, piktoqramı belədir. Daxilində sənədlər qovluğun piktoqramı belədir. Arxiv qovluqlarımız görünüş olaraq belə görünür. Ümumiyyətlə qovluqlarımız sarı rəngdə olur və iki cürdür. Bir istifadəçi qovluqlarımız var, bir də xidmət qovluqlarımız var. İstifadəçi qovluqlarımız sarı rəngdədir, qeyd etdiyim kimi bunların piktoqramını istədiyimiz vaxt dəyişə bilərik. Xidməti qovluqlarda özü aralarını 3 yerə bölünür: sistem, arxiv, ümumi və şəbəkə qovluqlarımız. Sistem qovluqları da deyəndə 5 dənə əsas hissəmiz nəzərdə tutulur: Recalbin, ZSPC, Network, Control Panel, bir də Liblaris. Liblaris ümumiyyətlə yəni bu qovluğumuz iş masasında yerləşmir. Yəni digərlərindən fərqi iş masasında yerləşməməsidir. Control Panel kompüterin tənzimləmələri, qurğuların sazlanması kimi əməliyyatları icra etmək üçündür. Bunun nə ikonunun, yəni nə piktoqramının, nə də adını dəyişmək heç cürə mümkün deyil. Recalbin silinen obyektlər saxlanır, yəni zibil qutusu və yaxud buna başqa cür zibil səbəti də deyirik. Burada demək kompüterimiz nə qədər format olunsa da, yəni neçə dəfə format eləsək də desktopumuzda, iş masamızda bunun ikonu həmişə qalır. Yəni yeganə bir demək sistem qovluğumuzdur ki, bunun ikonu həmişə iş masamızda qalır. ZSPC kompüterin daxili strukturuna baxmaq üçündür, network şəbəkələri idarə etmək üçündür. Liblaris dedik ki, digərlərinə fərqli olaraq iş masasında yerləşmir və bura kamera roll, dokumentlər, muzik, video, bir də picture kimi qovluqlar daxildir. İndi keçdik fayl anlayışına. Qovluqdan danışdıq, indi fayldan danışaq. Fayl ümumiyyətlə hər hansı bir yaddaşda saxlanılmış və mütləq şəkildə adlandırılmış verilənlər yığımıdır. Faylın adı deyilən bir anlayış var. Faylın adı deyəndə faylın adı ümumiyyətlə nöqtə ilə ayrılır. Nöqtəmizin sol tərəfi və nöqtəmizin sağ tərəfi var. Nöqtəmizin sağ tərəfi burada da qeyd etmişəm: genişlənmə, faylın genişlənməsi, faylın tipi və yaxud faylın uzantısı adlanır. Sol hissə isə faylımızın əsas hissəsi, yəni bu biz tərəfdən, istifadəçi tərəfindən qoyulan adı, yəni istədiyimiz adı qoya bilərik. Amma sağ hissə, yəni genişlənmə hissəsi əməliyyat sistemi tərəfindən, proqram tərəfindən qoyulan bir hissədir. Məsəl üçün biz Word sənədimizdə, daha doğrusu Word proqramımızda bir sənəd hazırladıq. Onu yaddaşa verdik. Artıq görəcəyik ki, orada artıq doq genişlənməsi var. Ya doq olacaq, ya da ki bu tipli, yəni bu iki genişlənmədən biri olacaq. Bu artıq biz tərəfdən qoyulan bir hissə deyil. Yəni yadda saxlayaq ki, qısacası genişlənmə əməliyyat sistemi tərəfindən qoyulan bir hissədir. Fayl və qovluq adında 9 simvoldan istifadə etmək qadağandır. Bu 9 simvolu daha yaxşı öyrənməniz üçün mən bu fiqurlardan insan maketi hazırlamışam. Məsəl üçün insanın gözləri olur. Bu gözləri ulduzla ifadə eləmişəm. Burun sualla, ağız düz xətti malə edib ağız etmişik. Sonra çolkalar dırnaq işarəsidir. Əllər böyükdür, kiçikdir. Düyməsi olur qoşu nöqtəmiz. Ayaqlar isə sağa silək, sola silək olur. Yəni bu 9 simvol fayl və qovluq adında istifadə oluna bilməz. Ümumiyyətlə başqa bizim 6 sözümüz var ki, bu 6 sözdə yalnız genişlənmədə istifadə olunur. Yəni genişlənmə də bildikdə demək hansıdır? Faylın sağ hissəsi, yəni sol hissəsində istifadə oluna bilməz və diqqətli olsaq burada LPT-dir. LPT-nin bir də komun yanında ədədlərdən istifadə olunur. Əgər ədəd yoxdursa, əsas hissədə istifadə oluna bilər. Amma yanında 0, 1, 2, 3 və 9 da daxil olmaqla ədədlər varsa, bu artıq genişlənmədə istifadə oluna biləcək. Bir də diqqətli olsaq, burada bir dənə l hərfi var. Bəzən testlərdə 0, tutaq ki, doq düşür. Tələbə deyir ki, 0 yox idi axı. Diqqətli olsaq, bir dənə l yoxdur. Amma 2 dənə l artıq əsas hissədə istifadə oluna bilər. Bir də com var, bir də con var. Yəni con istifadə oluna bilməz, amma com istifadə oluna bilər. Burada da qeyd etmişəm ki, əsas hissədə istifadə oluna bilər. Nə vaxt istifadə oluna bilmir əsas hissədə? O vaxt istifadə oluna bilmir ki, demək yanında ədədlər olsun. Ümumiyyətlə fayllarımız iyerarxik quruluşa malikdir. Buna başqa cür ağacvari quruluş da deyirik. Keçdik indi fayl atributlarımıza. 4 fayl atributumuz var: sistem, hidden, read-only, bir də arxiv. Bunları sadəcə oxumağınız kifayətdir. Faylın tam adı biri var, faylın adı biri var, tam adı. Tam adı deyəndə artıq buna başqa cür faylın tam ünvanı, faylın yolu, faylın cığırı da deyə bilərik. Birinci disk gəlir əziz tələbələr. Yadınızda saxlayın ki, faylın tam adı deyəndə birinci hər hansı bir disk gəlir. Yəni ya A diski, ya D diski, F diski və s. kimi disklərimiz ola bilər. İndi burada C diskimizdir. Diskdən sonra qoşu nöqtə və slash olmalıdır. Slash'in bu istiqamətdə olduğunu bilin. Bəzən bu istiqamət olur, olmaz. İstiqamət bu tərəfə olmalıdır. Sonra qovluqlar gəlir. En qədər qovluğumuz ola bilər. Ən sonunda isə faylın adı gəlir. Yəni bax bu
hissəmiz bizim faylın adıdır və bu faylımız yerləşir dövlət qulluğu qovluğunda, dövlət qulluğu qovluğu isə ZSPC qovluğunda yerləşir. Belə, yəni ZSPC bizim əsas qovluğumuzdur, dövlət qulluğu isə ZSPC-nin daxilində yerləşən alt qovluqdur. Belə sizdən soruşulsa ki, fayl hansı qovluqda yerləşir? Fayl ondan əvvəlki qovluqda yerləşir. Yəni birinci qovluqlar gəlir, ən sonda faylın adı gəlir. Faylın adı da deyəndə faylın əsas hissəsi və genişlənmə hissəsi nəzərdə tutulur. Və yadda saxlayaq ki, eyni qovluqda eyni adlı fayl nə qovluq saxlaya bilmərik, amma fərqli qovluqlarda eyni adda həm fayl da saxlamaq olar, qovluq da saxlamaq olar. Bir də gəldik fayl genişlənmələrinə. Genişlənmələrimiz çoxdur. Əsasən, məsəl üçün burada Word demək proqramımızın genişlənməsi var. Sonra RTF-nin WordPad olduğunu, TXT-nin Notepad olduğunu bilin və suallarda düşür ki, formatlaşma saxlamayan hansı genişlənmədir? Gördüyünüz kimi hansı genişlənmədir? TXT genişlənməsidir. Sonra Excel proqramımıza aid olan genişlənmələrdir, PowerPoint-a aid olan genişlənmələrdir və burada fikrini PowerPoint keçəndə daha ətraflı öyrənəcəyik ki, burada S hərfi varsa nümayiş rejimində açılandır. Sonra burada verilənlər bazasına aid var. Şəkil fayllarının, səs fayllarının, video faylların, sonra arxiv fayllarımızın və digər fayllarımızın genişlənmələri var. Bunları da bilməyiniz lazımdır. İndi keçdik fayl maskalarımıza. Ümumiyyətlə iki cür maskamız var. Bir ulduz maskamız, bir də sual maskamız. Ulduz yadınızda burada da qeyd etmişəm ki, ulduz istənilən qədər simvolu əvəz edə bilər və boş simvolu əvəz edə bilər. Sual isə yalnız və yalnız bir simvol əvəz edir. İndi gəlin, bunu misal üzərində sizə izah edeyim. Məsəl üçün, deyirik məsəl üçün, tutaq ki, info.pptx, yəni PowerPoint-a aid bir info təqdimatımızdır, sənədimizdir. Burada məsəl üçün, i-nin i hərfinin yerinə bir dənə sual yaza bilərəm. N hərfinin yerinə bir dənə sual yaza bilərəm. F-nun yerinə bir dənə ulduz yaza bilərik. Dedik axı, ulduz istənilən qədər simvol əvəz edir. İndi burada istənilən qədər deyəndə 1, 2, 3 və sonsuzluğa doğru və hətta olmayan simvolu da əvəz edə bilər. İndi nöqtəmizi qoyduq. Elə PPT-X-in yerinə, hamısının yerinə 4 simvolun yerinə bir dənə ulduz yaza bilərəm. Amma mən 4 simvolun yerinə bir dənə sual yaza bilmərəm. Yəni hər sual bir dənə simvol əvəz edir. Yəni əgər sən sual yazmaq istəsənsə 4 dənə yazacaqsan. T-nin bir dənə sualı, X-in bir dənə sualı. Aydın oldu? Yəni necə deyirik? Demək, ulduz bizdə istənilən qədər simvolu və boş simvolu. Boş simvolda nə deməkdir? Baxın, i-dən əvvəl hər hansı bir hərf görmürsünüz, düzdür? Bunun yerinə bir dənə ulduz yaza bilərəm. Sonra i yaza bilərəm. Yəni i-dən əvvəl hərf yoxdur, ulduzumuzu yazdım. Amma burada sual yaza bilmərəm. Niyə? Çünki sual yalnız bir simvol əvəz edir. Yəni olmayan simvolu əvəz edə bilmir. Yalnız olan simvolu əvəz edir. Sonra keçdik qısa yolumuza. Shortcut, ümumiyyətlə qısa yol işarəsi. Ümumiyyətlə qısa yol nədir? Qısa yol obyektə istinadən müraciəti bildirir. Həcmi 1 kilobaytımızdır. Qısa yol silindikdə obyekt silinmir. Amma obyekt silindikdə artıq qısa yolumuzu açmamızın heç bir mənası qalmır. Və qısa yolumuz demək sol aşağı kündündə ox işarəsi ilə bilirik ki, bu artıq qısa yol ikonudur. Ümumiyyətlə qısa yolu yaratmaq üçün bir neçə yollarımız var. Bu yolları bilməlisiniz. Ctrl+Alt+Delete vasitəsilə 5 dənə əmri aktivləşdiririk. Ki deyə bilirik, switch user istifadəsini dəyişə bilərik, sign out hesabımızı dəyişə bilərik, task managerimizi aça bilərik, bir də passwordu, yəni parolumuzu dəyişə bilərik. Task manager panelini açmaq üçün isə 4 dənə demək, üsulumuz var. Bu 4 dənə üsulu mütləq şəkildə bilməyiniz lazımdır. Sonra burada cat və kopya əmrlərini birazdan növbəti hissədə daha ətraflı keçəcəyik. Ümumiyyətlə gəlin elə burada deyək. Cat bizim Ctrl X-imizdir. Yəni kəsməyimizdir, copy Ctrl C-imizdir. Yəni kopyalamamızdır, paste isə yapışdırmamızdır. Paste shortcut isə hər hansı bir obyektin qısa yolunu yapışdırmaq üçün istifadə olunur. Və yadda saxlayın ki, paste 2 əmrdə də aktiv olur, paste shortcut isə yalnız copy əmrində aktiv olur. Yəni biz cat edəndə onun qısa yolunu yarada bilmirik. Yəni obyektin qısa yolunu yaratmaq olmaz. Burada da diqqətli olaq. Sonra Windows 11 əməliyyat sistemimizin əsas komponentləri iş masamızdır, tapşırıqlar panelidir, başlat menüsüdür. Yəni 3 dənə komponent var. Əsas obyektləri o biri, yəni əvvəlki səhifələrdə də qeyd etmişəm. Burada da qeyd etmişəm ki, əsas komponentlə əsas obyekti fərqləndirə biləsiniz. Yəni əsas obyekt deyəndə də 3 dənə anlayışımız nəzərdə tutulur. Əsas komponent deyəndə də və hansılardır? Bunları yaxşı bilməyiniz lazımdır. Ümumiyyətlə iş masası üzərində müxtəlif piktogramlar, tapşırıqlar paneli, başlat menümüz və digər düymələri yerləşdirir. İş masamız demək, ümumiyyətlə piktoqram nədir? Piktoqram simgə və yaxud ikon da deyə bilərik. İş masası üzərində olan obyektlər də deyəndə fayllar, qovluqlar, qısa yollar, proqramlar nəzərdə tutulur. Bu ümumi iş masamızın görünüşüdür. Yəni bu ümumi şəklimiz. Sonra iş masamızın aşağı hissəsində tapşırıqlar paneli yerləşir. Baxın burada da dairəvi demək qeyd edeyim. Tapşırıqlar paneli yazmışam. Task var və yaxud başqa cür tapşırıqlar paneli dedik. Əsas yenilik olaraq task barın demək bir də start menüsünün mərkəzdə yerləşməsidir. Baxın, start menümüz budur və mərkəzdə yerləşir. Ümumiyyətlə start menümüzü açmaq üçün üzərinə gəlib sol düyməni bir dəfə klik etmək lazımdır. Tapşırıqlar paneli də iş masasının aşağısında yerləşir. Onun əsas funksiyaları, baxın burada da qeyd etmişəm ki, nədir? Kompüteri qurlaşdırılmış müəyyən proqramın qısa yolunu əks etdirmək, aktiv pəncərə bir-birindən digərinə keçidi təmin etmək üçün istifadə olunur. Sonra keçdik növbəti hissəmizə. Demək, növbəti hissəmiz artıq start menümüz haqqında danışmaqdır. Ümumiyyətlə start menümüzün görünüşü budur. Windows 10-da görünüş başqa idi. 3 dənə panel var idi. Artıq Windows 11-də yenilik olaraq yəni panellər yoxdur. Artıq bir dənə pəncərə açılır. Pəncərənin yuxarısı hissəsi axtarış sətrimizdir. Aşağı hissədə pinnet, yəni bərk edilmiş proqramlar var. All apps demək əmri vasitəsilə biz digər əlifba sırası ilə bütün proqramlara baxa bilərik, kompüterimizdə olan proqramlara. Sonra bu isə demək ümumiyyətlə burada son istifadə olunmuş fayllar və proqramlar görünür. Mo düyməsi vasitəsilə yəni müxtəlif daha çox proqramları keçid etmək olar. Aşağı hissəmiz userdir, istifadəçidir. Bu hissəmiz yəni aşağı sağ küncümüzdə demək power düyməsi var. Bu düyməni vuran zaman log kilidləmə, silib yuxu rejimi, shutdown söndürmə, restart isə yenidən başlatmamız üçündür kompüterimizi. Sonra keçdik növbəti hissəmizə və burada dediklərimin hamısını izahını vermişəm. İndi keçək tapşırıqlar panelimizə. Tapşırıqlar panelindəki, yəni tasklarımız nələr var? Windows 10-da olmayan
Windows 11-in yəni tapşırıqlar panelində olan widgetlərimiz var. Start menümüz gördüyünüz kimi mərkəzdə yerləşir. Search düyməsi var, axtarış düyməsi var. Task view'umuz var. Task view'un da artıq ikonu dəyişilib. Sonra bərk edilmiş elementlərdir və yaxud proqramlardır. Aktiv proqramlarımız aşağı hissəsində xəttimiz olur. Bu bilirik ki, aktiv proqramlar, yəni indiki zamanda işlətdiyimiz proqramdır. Sonra show hidden ikon düyməmiz var burada. Bildirişlər panelidir ümumi burada. Bildirişlər panelində ümumiyyətlə baxın gördüyünüz kimi dil var, sonra internet var, səs var, enerji var, saat, tarix kimi məlumatlar görünür. Show desktopdakı demək burada artıq biz bunu vuran zaman ekranda olan, yəni iş masasında olan bütün proqramlar çıxaraq deməyək də, şəffaflaşaraq biz iş masasını daha aydın görə bilirik. Widgetlər məsəl üçün hava durumu, xəbərlər, təqvimlər, tapşırıqlar, maliyyə və s. kimi müxtəlif məlumatları özündə əks etdirir. Məsəl üçün buradan todo tapşırıqlar widgetimiz var. Burada gündəlik tapşırıqları həyata keçirə bilərik. Trafik, nəqliyyat məlumatları, səhmlərlə, news, xəbərlər də ki, istifadəçi maraqlarına əsaslanaraq verilir. Məsəl üçün idmanla bağlı mədəniyyətlə, digər demək kateqoriyalarla bağlı məlumatlar olur. Kalendarımız var, sport var, yəni idmanla bağlı və də hava ilə bağlı bizim nələrimiz var? Widgetlərimiz əks oluna bilər və widgetləri biz 3 formada, görünüş rejimində kiçik, medium, orta, large isə böyük formada ikonları göstərə bilərik, editləyə bilərik. Demək ki, widgetlərimizi bir də widgetlərimizi nə edə bilərik? Silə bilərik. Sonra task view dedik ki, tapşırıqlar panelinin üzərində yerləşir və ikonu dəyişmişdir Windows 10-a nisbətən və tapşırıqlar paneli budur. Gördüyünüz, yəni bu şəklimizdir. Burada demək istifadə olunan proqramlarımız görünür. Yəni belə deyək də, keçmişimiz görünür, hansı proqramlara daxil olmuşuq, nəyə daxil olmuşuq və aşağı hissədə də demək yeni desktoplar, yəni yeni iş masası yaratmaq olar bu plus vasitəsilə. Sonra başqa nəyimiz var burada? Hər hansı bir elementi, bərk edilmiş elementləri necə tapşırıqlar panelinə bərk edə bilərik? Burada pin to task var, əmrimiz var. Onu vurmaqla hər hansı bir proqram tapşırıqlar panelində ömürlük olaraq qala bilər. Çıxartmaq da istəsək, unpin this program from taskbar əmrini seçməyimiz lazımdır. Sonra show hidden oblastdakı elementlərin göstərilməməsi üçündür. Yəni ikonların göstərilməməsi üçün bildirişlər oblastında nələr olur, show desktopda nələr olur, mən onları sizə şəkil üzərində elə qeyd etdim. Sonra task menecerdəki tapşırıqlar panelini açır, menecerini açır. Daha doğrusu kounter asılı vəziyyətdə düşən zaman kounterimizə, yəni bizə kömək edən bir əmrimizdir. Taskbar settingsdəki bu da tapşırıqlar paneli və start menüsü ilə bağlı müəyyən əmrləri həyata keçirməyimiz üçündür. Və burada da nələr olur? Burada qeyd etmişəm ki, tapşırıqlar panelindəki ikonların gizlədilməsidir, mövqeyinin seçilməsidir, sonra hər hansı bir açıq pəncərənin tapşırıqlar panelində düzülüş formalarını tənzimləmək kimi əməliyyatları icra etmək olar. Və taskbar settings pəncərəsində ümumi görünüşü budur. Və burada hansı əmrlər var? Yadda saxlamaq ümumiyyətlə settings pəncərəmizdə home əmridir, sistemdir, Bluetooth and device, network and internet, personal, apps, account, time and language, gaming, accessibility, sonra security, bir də Windows update kimi əmrlərimiz var. Və bunlar da artıq məsəl üçün taskbar itemsdən elə baxaq. Taskbar item bu bizdə hər hansı bir buton, yəni düymələri göstərib və yaxud gizlətmək üçündür. Tapşırıqlar panelinin üzərində mövcud edəkmi, etməyəkmi? Məsəl üçün biz sənə vuranda bizdə proqramlar olur. Yəni kompüterimizdə olan proqramların qarşısında ya on olur, ya off olur. Biz əgər həmin o proqramları tapşırıqlar panelində göstərmək istəyiriksə onu vururuq. Göstərmək istəmiriksə elə off olaraq da qalır. Və yaxud search əmri, məsəl üçün search dedik axtarışdır. Ya burada ikon görünsün, həm də yazın özü olsun. Ya təkcə ikon görünsün. Burada ya da ki search box, yəni axtarış qutusu kimi görünsün. Sonra taskbar before, bu da ki, demək yenə də tapşırıqlar paneli davranışlarını istifadəçiyə görünüşünü, fəaliyyətini fərdiləşdirməyə, yəni necə etmək istəyiriksə, biz taskbar before ayarlarından istifadə edə bilərik. Sonra keçdik növbəti baxın, burada da əslində tərcümə eləyərək tapa bilərsiniz. Avtomatik olaraq gizlətmək. Tapşırıqlar paneli avtomatik gizlətmək və yalnız siçanla, yəni mouse vasitəsilə yaxınlaşanda göstərməkdir tapşırıqlar panelimizi. Sonra var bizdə ümumiyyətlə əsas məqama fikir verək. Taskbar arrangement, yəni bax bu hissəmizi, alt hissələri var, alt əmrləri var. Bu əmrlərdə artıq biz baxın bu hissədə center olaraq susmaya görə centerdə, yəni mərkəzdə, ortada yerləşməyimiz, bir də var left. Ya tapşırıqlar panelini mərkəzdə yerləşdirə bilərik, ya da ki solda yerləşdirə bilərik. Diqqətli olaq. Sonra bu əmrimiz var. Bu əmrimizdəki tapşırıqlar panelinin ən sağ küncünə klikledikdə bütün pəncərələri gizlədib masa üstünü göstərmək üçündür. Bayaq tapşırıqlar panelinin üzərində sağ hissədə, küncdə belə bir düz xəttimiz var idi. Bu düz xətti mən vurğulayıb dedim ki, hər hansı bir tutaq ki, iş masamızda bir neçə aktiv proqramlar var. Biz o aktiv proqramları bağlamadan iş masasına baxmaq istəyiriksə, bu zaman o show desktop demək düyməsini vurmamız lazımdır. Bir də var burada combine taskbar buttons, yəni ki, taskbarda, yəni tapşırıqlar panelində olan ikonların necə görünməsidir. Always ola bilər. Always nədir? Burada demək, yalnız ikonlar görünür. Yəni ad, məsəl üçün Word-dürsə, Word-ün ikonu görünür. Ya aşağı hissədə document 1 və yaxud nəsə yazılır. Yəni ad yazılır. Always-də yalnız ikonlar görünür. Burada qruplaşma ola bilər. Sonra when taskbar is full, bu nədir? Tapşırıqlar paneli dolan zaman qruplaşma işini həyata keçirir. Yəni burada həm ad görünür, burada da qeyd etmişəm, həm də ki ikonlar görünə bilər, yəni piktoqramlar görünə bilər. Neva combine-dakı burada da yenə də ad əks olunur, piktoqram əks olunur, amma burada qruplaşma baş vermir. Qruplaşma nə deməkdir? Baxın, tutaq ki siz 3 dənə Word sənədi açmısınız. Bir var bu Word sənədi, üçü də yanaşı olar tapşırıqlar panelində. Bu tapşırıqlar panelinin tez dolmasına səbəb olur. Bir də var ki, bir Word-ün daxilində, yəni bu Word-ün üzərinə gələndə mouse, tutaq ki bu mouse vasitəsilə avtomatik olaraq yuxarı hissədə 3 dənə demək Word pəncərəmiz görünsün, yəni proqram pəncərəmiz, sənədimiz görünsün. Yəni qruplaşma deyəndə bunu nəzərdə tuturuq. Sonra keçdik, baxın məsələn show flashing on taskbar apps, məsələn burada artıq izah eləmədiklərimin
Demək bu o biri səhifədə artıq izahını vermişəm. Flashing, yəni hər hansı bir tapşırıqlar panelində olan piktoqramın, yəni ikonların, proqramların səs etməsidir. Yəni yanıb sönməsidir belə deyək. Hər hansı bir təhlükə olan zaman və yaxud nəsə olan zaman artıq bizə bildiriş verir. Sonra bu elə bildirişdir. Yəni məsəl üçün hər hansı bir TikTokdan, nə bilim, Instagramdan və sairə kimi bildiriş gəlib üzərində məsəl üçün proqram olur. Tutaq ki, Instagramın ikonudur. Üzərində 2 olur və yaxud 3 olur. Yəni Instagramda 3 dənə mesajınız var. 3 dənə bildirişiniz var. Sonra keçdik növbəti hissəmizə. İş masasının kontekst menusundan danışmaq. Kontekst menumuz ümumiyyətlə sağ düyməni klikləmək üçündür. Ya daha doğrusu sağ düyməni biz mouse'un sağ düyməsini kliklədikdə kontekst menumuz açılır. İş masamızın kontekst menusu burada. Burada hansı əmrlər olur, hansılar olmur, bunları bilməyiniz lazımdır. Yuxarı hissədə paste əmrimiz var. Paste-də nə oldu? Dedik ki, mübadilə buferində olan kət və copy edilmiş obyektləri yapışdırmağımız üçündür. View görünüşlə bağlıdır. Sort by çeşidləmədir. Refresh sistemi yeniləməkdir. Paste shortcut obyektin qısa yolunu yaratmaqdır. Undo rename son istifadə olunmuş demək əmrimizdir. New, baxın new vasitəsilə qovluq yarada bilərik, qısa yol yarada bilərik. Word faylı, Access faylı, PowerPoint faylı, Excel faylı, arxivləşmə faylı və s. kimi yaratmaq olar. Yəni new yaratmağımızdır. Display settings ekranla bağlı olan ekranın işığının artırıb azaldılması, ekranın enli uzunluğu artırmaq, azaltmaq və s. kimi, yəni ekranla bağlı hər şey, yəni buradan həyata keçirin. Personal şəxsiləşdirməkdir. Yəni biz ekranımıza hər hansı bir backgroundlar, yəni arxa fonlar əlavə edə bilərik, rəngini dəyişə bilərik və s. kimi. İş masamıza stikerlər əlavə edə bilərik və həmin stikerləri nə edə bilərik? Editləyə bilərik, redaktə edə bilərik. Open in terminal bu da əməliyyat örtüyünü açmamız üçündür. Show more options əmri vasitəsilə də yenə də o gördüyünüz kimi bu tip, yəni gördüyünüz bu əmrlərimiz nə edir? Qarşımıza çıxır. Bu da belə. Sonra nəyimiz var? Hə, bir də view-da dedik ki, görünüşlə bağlıdır və bu görünüşlə iş masasında olan piktoqramlar necə görünməz? Yəni böyük piktoqram olsun. Bax, məsəl üçün tutaq ki, Excel. Excel böyük beləmi görünsün? Medium, orta, Excel. Small isə kiçik, yəni Excelin kiçik piktoqramı. Up to arrange iş masasında elementləri ekranın sol hissəsinə yığır, diqqətli olun. Sonra burada nə var? Arrange icons to grid. Bu da ki, tor xətləri boyunca nizamlamada obyektlərimizi show desktop iconsdakı demək iş masasında olan ikonların, piktoqramların görünüb və yaxud görünməməsi üçündür. Keçdik növbəti. Sort by çeşidləmədir. Adına görə çeşidləyə bilərik, tipinə görə çeşidləyə bilərik, ölçüsünə görə, bir də ki, son dəyişilmə tarixinə görə çeşidləmək olar. Sonra bir var undo əmrimiz, bir də var redo əmrimiz. Undo sonuncu əməliyyatı ləğv etməkdir. Bu Ctrl Z-dir. Redo isə ləğv olmuş əməliyyatı geri qaytarmaqdır. Bu isə Ctrl Y-dir. Yəni bunların düymə kombinasiyalarını bilməyiniz vacibdir. Sonra display settings dedi, ekranın parlaqlığıdır, seçdirmə qabiliyyətidir. Miqyası və s. kimi tənzimləmək olar. Personal fərqləşdirmədir. Yəni biz burada istədiyimiz şəkili, istədiyimiz arxa fonu nə edə bilərik, həyata keçirə bilərik. Məsəl üçün baxın burada solid color arxa fonu tək rəng etmək, yəni iş masasını tək rəng edirik və yaxud slide show bir neçə şəkil seçilir. Dövrə olaraq həmin şəkillər bir neçə saniyədən bir dəyişmə olur. Windows isə bu da ki, Microsoft tərəfindən hər gün dəyişilən şəkillərimizdir. Pixel-dəki adi bizim demək kompüterimizin yaddaşında olan şəkillərdən istifadə edə bilərik və yaxud endirdiyimiz şəkillərdən də istifadə edə bilərik. Həmin şəkilləri demək fill, feed, stretch, tile, bir də center, bir də span əmrləri vasitəsilə dəyişə bilərik. Məsəl üçün şəkil qoyuruq, istəyirik ki, şəkil tam ekran olsun. Bu zaman filldə kəsilmə hissələri varsa artıq fitdən istifadə edirik. Stretch dartma yoludur. Yəni şəkili dartaraq, əgər şəklin ölçüsü ekranın ölçüsünə nəzərən kiçiksə, onu dartaraq ekranın ölçüsünü uyğunlaşdırmağa çalışır. Tile ekran boyu çoxaltmadır. Yəni bir şəkildirsə, o şəklin həcmi də kiçikdirsə, yəni balacadırsa, onu ekrana uyğun 5 dənə, 6 dənə, neçə dənədirsə, yəni onu ekrana uyğun nə edir? Çoxaldır. Center şəklini mərkəzə gətirir və mərkəzə gətirilmə artıq sağ və sol tərəfində hər hansı bir fon rənginin olması, tək rəngin olması deməkdir. Yəni ortada şəkil olur, sağ, yəni bu hissədə də, bu hissədə hər hansı bir rəng olur, o rəngi də özümüz seçə bilərik. Bir fitdədir rəng yaranması, yəni sağda, solda rəngin yaranması dedik axı. Fit necə deyək, əgər şəklin ölçüsü uyğun gəlmirsə, onu kəsmiş ilə həyata keçirir. Yəni kəsərək ekranı yoğunlaşdırmağa çalışır. Yəni bir fitdədir arxa fonlar, sağ-sol fon, bir də ki, senterdir. Spandakı kompüterimizə bir neçə əlavə monitor qoşularsa, bu zaman yəni əsas ekranda hansı piksəlimiz, yəni hansı şəklimiz varsa, o digər qoşulmuş ekranlarda da həmin şəklin olması üçün istifadə olunur. Sonra keçirik növbəti hissəmizə. Bir dəqiqə keçirik növbəti hissəmizə. Artıq bu dediklərimin hamısını burada qeyd etmişəm. İndi keçirik faylımızın kontekst menüsündə. Faylımızın kontekst menüsündə yuxarı diqqət etsəz, burada kətimiz var. Faylımızı kət, copy edə bilərik. Rename adını dəyişə bilərik. Bunu düymə kombinasiyası F2-dir. Share paylaşa bilərik. Bir də faylımızı silə bilərik. Başqa hər hansı bir proqramda açırsa, o proqramın piktoqramı görünür. Open with nə iləsə aça bilərik. Məsəl üçün hər hansı bir açma vasitəsilə faylın hansı proqramda açılacağı bu elementin alt əmrləri ilə seçmək olar. Send to my phone, bu da ki, seçilmiş faylı telefonla göndərmək üçündür. Share with nə iləsə paylaşmaq, Skype, e-mail, arxivləşdirib paylaşmaq və s. kimi. Sevimliləri əlavə edə bilərik. Telefonlarımızda olur ulduzlamaq. Yəni ulduzlamağa ulduzlaya bilərik, sevimliləri əlavə edə bilərik. Compress to faylı sıxlaşdıra bilərik. Faylımızın tam adını nə edə bilərik? Faylımızın tam adını buferə göndərəndir. Properties fayllarımızın xüsusiyyətlərinə baxırıq. Yəni faylımızda nə vaxt yaradılıb, kim tərəfindən yaradılıb, ümumiyyətlə propertiesdə artıq demək atributlar da var və atributlarda əvvəlki hissələrdə keçmişdik. Sonra copilot, bu da ki, süni intellekt vasitəsilə müraciətdir. Sonra edit in notepad, həmin faylımızı notepad-da açıb, notepad proqramında açıb editləyə bilərik, redaktə edə bilərik. Bir də ki, show more options da var. Bu da ki, daha çox seçməyə imkan verir və onun da alt əmrləri gördüyünüz kimi baxın burada olandır. Yəni yadda saxlayın ki, ümumiyyətlə bir var faylımızın show demək baxın bir də qeyd edək. Faylımızda show more options, bir də başı qovluğumuzda faylımızda gördüyünüz kimi open'dır, editdir, new'dur, pinitdir. Bunlar
demək, faylımızda, qovluğumuzda olmayacaq. Diqqətli olun. Qalanlar hamısı qovluğumuzda eyni olacaq. Elə gəlin burada fikir verək. Burada da qeyd etmişəm sizlər üçün ki, open with new, print, edit əmrlərimiz faylın kontekst menüsündə var, amma qovluqda yoxdur. Qovluqda olan bir dənə include in library isə faylda yoxdur. Yəni bunlara diqqətli olaq. Və yenə də qovluğumuzun kontekst menüsündə də olan əmrlərim mən nə etmişəm? Faylda da izah etdiyim üçün burada artıq izah etməyəcəm, amma burada diqqətli olun. Fikir verirsəz, faylda 5 dənə idi. Orada nə var idi? Şey əmrimiz var idi, düzdür? Faylı paylaşmaq. Amma burada artıq faylı paylaşmağımız yoxdur. Qovluğu paylaşmağımız daha doğrusu. Amma digər əmrlər orada olduğu kimi, yəni izahatı eynidir. Sonra Windows əməliyyat sistemimizdə Windows 10 yox, daha doğrusu Windows 11 əməliyyat sistemimizdə pəncərələrin növləri. Tam ekran adından göründüyü kimi, yəni tam ekran erişim istifadəçi pəncərəni tam ekran ölçüsündə göstərməkdir. Məsəl üçün bəzən hər hansı bir demək YouTube-da tutaq ki, nəyisə baxırıq, hər hansı bir film izləyirik. Bu zaman diqqətimizin yayılmaması üçün demək ekranı tam edirik. Ekranı tam etmək üçün başqa cür maximize düyməsindən istifadə edə bilərik və yaxud F11 düymə kombinasiyasından da düymədən istifadə edə bilərik. Bunlardan çıxmaq üçün ESC düyməsindən istifadə edirik. İndi yan-yana və Windows 11 əməliyyat sistemimizdə əsas yeni olan Snap Layout əmrimizdir. Bu əmr vasitəsilə bir neçə pəncərənin ekranın müxtəlif bölmələrinə baxın. Burada 2 proqram yanaşı ola bilər. Bir proqram böyük, digəri demək kiçik formada ola bilər. Üçü də eyni formada olacaq proqram. Məsəl üçün birində Excel açsaq, birində PowerPoint açsaq, birində də Word açsaq. Yəni bir iş masasında 3 dənə proqramı eyni anda işlədə bilərik. Sonra gördüyünüz kimi bir isə şaquli, digərləri demək üfüqi formada olur. 4 dənə pəncərə aça bilərik və yaxud bir pəncərəni, ortada olan pəncərəni böyük, digərlərini isə kiçik formada nə edə bilərik? Aça bilərik. Toxunma rejimi buradakı pəncərələri barmaqla, yəni barmağımız vasitəsilə sürükləmək, maksimize etmək, yan-yana gətirməyimiz nə etmək üçündür? Yəni yan-yana gətirməyimiz üçündür. Çox monitor dəstəyi bu WinP düymələri ilə biz həmin ekranları nə edə bilərik? İdarə edə bilərik. Pəncərəni kiçiltmək, minimize, maksimallaşdırmaq, bir də bağlamaq. Yəni close'umuz restore-dakı pəncərəni əvvəlki vəziyyətə qaytarmaq üçündür. Sonra keçirik. Ümumiyyətlə var pəncərəmizi demək sağa və sola dartaraq enini dəyişmək, var pəncərəmizin yuxarı və aşağı dartaraq hündürlüyünü dəyişmək, bir də ki sağdan və yaxud soldan, yəni küncdən dartaraq enini və yaxud hündürlüyünü dəyişə bilərik pəncərəmizin. Zoom və yaxud toxunma funksiyamız burada da yenə də barmaqla böyütmək, ekranı kiçiltmək olar. Bu zaman düymə kombinasiyası olaraq biz Ctrl Mouse Wheel düymə kombinasiyasını istifadə edə bilərik. Yəni sual düşər ki, pəncərə üzərində zoom funksiyası hansı düymə kombinasiyası ilə həyata keçirilir? Cavab nə olacaq? Ctrl Mouse V. Fayl bələdçimiz, fayl explorerimiz Win düymə kombinasiyası ilə açırıq. Ümumiyyətlə fayl bələdçimizdə fayl və qovluqlarla demək işdir. Yəni burada fayllar, qovluqlar, ümumi disk strukturu və s. kimi görünür və əməliyyat sistemimizdə 4 dənə pəncərəmiz var. Qovluq, dialoq, proqram və sorğu sisteminin pəncərəsi. Sonra demək indi gəlin sizlərlə öyrənək fayl explorer pəncərəsini. Gördüyünüz kimi hər bir düyməni oxlarla çəkib izahatını vermişəm. Məsəl üçün burada demək bu işarəmiz qovluğun açıq olması deməkdir. Bu işarəmiz qovluğun bağlı olması deməkdir. Sonra yenə bu deletedir. Bu şeyə paylaşmaqdır. Ad dəyişməkdir, paste etmək, sonra copy etmək, cut etmək, new demək fayl və qovluq yaratmaq üçündür. Bu simo əmrimizdir. Sonra sort by əmrimizdir. Sort by əmrində də bayaq dedik ki, adına görə, tipinə görə, ölçüsünə görə, dəyişdirmə tarixinə görə nə edə bilərik? Biz qovluqlarımızı, fayllarımızı tənzimləyə bilərik, yəni sortlaşdıra bilərik. Sonra bu ümumi navigation paneldə hərəkətlər panelidir. Aşağı hissədə item, yəni obyektlər görünür. Yəni ümumi qovluğun içində neçə obyekt varsa o görünür. Sonra search desktop yenə də axtarış hissəmizdir, idarə etmə düymələrimizdir. Demək, defsimiz, iç-içə kvadratımız, x-imiz, bir dənə də adi kvadratımız var. Yəni 4 dənə idarə etmə düyməsi var, amma fayl bələdçimizdə 3-ü görünür. Bu tapşırıqlar panelinə yönəldir proqramı. Bu demək proqramımızı nə edir? Restore down edir, əvvəlki vəziyyətə qaytarır. Bu close edir, pəncərəmizi bağlayır. Bu isə maximize, yəni pəncərəmizi nə edir? Böyütməyimiz üçündür. Bu da belə. Sonra və Windows 11-də olmayanlar, məsəl üçün əsasən baxın budur. Əvvəlki qovluğa keçiddir, sonrakı qovluğa keçiddir, üst qovluğa keçiddir, refresh, F5 düyməsi ilə biz bu da yeni qovluq açmaq üçündür və bu da bizim açdığımız qovluğun yuxarı hissəsində adı görünür. Yəni burada fikir verməyiniz lazımdır ki, yəni nələr var, nələr yoxdur. Ola bilər ki, müəyyən bir hissə düşür, deyər ki, bu hissədə nə olmalıdır. Sonra bizim view, burada baxın, qeyd etmişik, view görünüşlə bağlıdır. Yəni piktoqramların, qovluqların, daha doğrusu faylların hansı görünüşdə olmasıdır. Məsəl üçün details styles content əmri vasitəsi bu faylların ölçüsünü göstərir. Content həm dəyişdirilməsini, dəyişdirilmə tarixini göstərir. Sonra tiles tip göstərir. Detailson düzəliş tarixini, tipini, adını, həm də ölçüsünü nə edə bilir, göstərə bilir. Detailsda suggest olur. Bir də ki, sağ hissədə obyekt haqqında məlumatlar olur. List obyektləri sütun üzrə düzür, small obyektləri sətr üzrə düzür, medium və small obyektlərin görünüş ölçüsünə görə nizamlama aparır. Bu da belə. Yəni bunları bilməyiniz lazımdır. Sonra details pane, preview pane bunlar nədir? Ön baxış, təfərrüatlar paneli, navigation pane, hərəkətlər panelidir, compact view, fayl bələdçəsində yerləşən qovluqlar sıx görünməz, ümumiyyətlə compact varsa sıxlaşma sözü yadınızda saxlamalısınız. Item checkbox, sosial elementlərin seçilməsi asanlaşdırmaq üçün seçim xanaları aktivləşmək üçündür. Sonra fayl, baxın, yəni burada show əmrini vuran zaman, yəni bax buradakı işarəni vuran zaman açılan pəncərə budur. Sonra item checkbox, bu nə oldu? Hər hansı bir məsəl üçün tutaq ki, burada bir dənə info qovluğu var. İnfonu seçiriksə avtomatik qarşısında belə bir işarə yaranır. Yəni bu deməkdir. File name extensions bu faylın genişlənməsini bildirir. Genişlənmə də bilirik axı nöqtənin sağ tərəfində olan hissədir. Sonra hidden item buradakı
obyekti düzəltməyimiz üçündür. Sonra CMO əmrimiz var. Burada fayl bələdçimizdə 3 dənə nöqtə ilə ifadə olunub. Bu əmri vuran zaman qarşımıza Pinto Quick Access seçilmiş qovluğu hərəkət panelində olan ən çox istifadə olunanları əlavə etməyimizdir. Select all hamısını seçməkdir. Select none seçilməni ləğv etməkdir. Yəni heç birini seçməməkdir. Properties xüsusiyyətlərə baxmağımızdır. Sonra burada inverse selection var. Bu da ki, demək, məsəl üçün tutaq ki, belə izah verim sizə. 3 dənə fayldır, 4 dənə olsun. İndi yaxşı seçmədik. 4 dənə fayldır. 4 dənə fayldan tutaq ki, birini seçmisiniz. Məsəl üçün bunu seçmisiniz, düzdür? Inverse selection əmrini vuranda avtomatik bu seçilməmiş olacaq. Bu digər seçmədikləriniz bu. Bunlar seçilmişlər olacaq. Sonra Office-dakı parametrlərə baxmaq üçün də indi settings parametrlərinə baxaq Windows 11 əməliyyat sistemimizdə. Yenə də bayaq əvvəlki slaydlarda da qeyd etmişdik bunların adları və artıq bunların adlarını verməklə yanaşı onların izahlarını da vermişəm. Home bölməsində nələr olur, sistem bölməsində nələri həyata keçiririk, sonra Bluetooth-da nə edirik, network, sound, səslə bağlı, display, dedik ekranın parlaqlığı falan, sonra time and language dillə bağlıdır, storage, demək yaddaşla bağlıdır, disk yerini yoxlamaqdır, nourishing, bu da ki, fayllar yaxınlıqda olan cihazlara Bluetooth, Wi-Fi kimi göndərməyə imkan verir, fokuslama əmrimiz var ki, müvəqqəti bildirişləri dayandırmaq üçündür. Sonra power enerji ilə bağlı olan notification bildirişlərin görünməsidir, aktiv və deaktiv etməli bildirişləri. Sonra bir də clipboard, Windows 11 əməliyyat sistemində əsas yeniliklərdən biri clipboardun, yəni mübadilə buferin tarixçəsinin olması. Mübadilə buferi biz WinV ilə nə edə bilərik? Aktivləşdirə bilərik. Mübadilə buferi nədir? Kopyalanmış, yəni kopya olunmuş. Kopyada nə idi? Ctrl-C, təzədən deyək. Kəsilmiş, yəni Ctrl-X, cut olunmuş, yəni bu deməkdir. Demək mətnləri, şəkilləri və digər məlumatları özündə və müvəqqəti saxlayan mütləq şəkil, yəni daimi saxlamır, müvəqqəti saxlayır və 24 dənə obyekt ola bilər. Soruşsaq ki, bəs 25-ci obyekt hara gəlir? 25-ci obyekt birinci obyekt silinir, gəlib 25-ci obyekt durur birinci obyektin yerinə. Sonra məsəl üçün baxın yuxarı hissədə də digər əmrlərin nə etmişəm, izahını vermişəm. Bunları da bilməyiniz vacibdir. Sonra demək settings olan əməliyyatların, əmrlərin daha doğrusu artıq izahını vermişik. Network and internetlə nə edirik, personalla nə edirik, sonra və digərlər əmrlərlə nə edirik? Bunların hamısını qeyd etmişəm. Bir də diqqətli olsaq, məsuliyyətli şəxslərin istifadəsi üçün Magnifier, Narrator, sonra One Screen Keyboard, yəni ekran klaviaturası, sonra Speech və digər demək məsuliyyətli şəxslərin istifadəsi üçün lazım olan bizdə proqramlar var. Sonra standart proqramlarımız baxın, Paint proqramımızdır, Notepad proqramımızdır. Yəni adları düşə bilər ki, standart proqramlarımızı seçin. WordPad-dir, Notepad, sonra Paint-imiz, widgetlər, Microsoft Teams, sonra Xbox Game, bir də Android tətbiqləri üçün dəstək demək dəstək proqramlarımızdır. Sonra idarəetmə panelimiz və idarəetmə panelimiz dedik ki, kontrol panelidir. O da sistem qovluqlarından demək biridir. Daha doğrusu xidməti qovluqlar, demək sistem qovluqlarımıza aiddir və kontrol panelimizi nə edə bilmirdik? Nə ikonu dəyişə bilmirdik, nə də adını dəyişə bilmirdik. Və 8 dənə kateqoriya var və ümumiyyətlə yadda saxlayaq ki, kontrol panelimizdə 3 dənə görünüş rejimi var. Kateqori, large icon, small icon. Yəni bu ikonları kiçik, böyük və yaxud kateqoriya rejimində, elə bu gördüyünüz kateqoriya rejimidir susmaya görə. Kontrol paneldə nələr etmək olar? Bunlar məsəl üçün sistem and security, sistemlə təhlükəsizliklə bağlı əməliyyatlar, internetlə bağlı əməliyyatlar, qurğulardır, səslərdir, qurğuların icazə verilməsi, səslərlə bağlı əməliyyatlar, proqramların yüklənməsidir, proqramların silinməsidir, güncəllənməsi və s. kimi buradan həyata keçirilir. User account bizdə belə deyək də, istifadəçini dəyişmək, parolu dəyişmək və s. kimidir. Personal yenə də şəxsiləşdirmək, istədiyimiz şəkli, arxa fonu əlavə etmək üçündür. Clock and region saatla bağlıdır, ədəd formatları ilə bağlıdır. Ease of access-dəki məhdədiyyətli şəxslərin kompüterdən istifadəsi üçün lazım olan bir hissəmizdir. Sonra bir də Windows 11 əməliyyat sistemimizdə, demək burada baxın onların hamısını qeyd etmişəm. Qısa konkret sadəcə elə şəkil üzərində dedim sizə. Bir də yadınızda saxlayın ki, biz əgər proqramı uninstall eləsək kontrol paneldən, bu recalbin. Recalbin nədir? Yəni zibil qutusundan düşmür. Avtomatik olaraq silinir. Windows 11 əməliyyat sistemimizdə Mika və Flint var. Bu da ki, belə deyək ki, hər hansı bir proqramı açırıq. Həmin proqram bizdə belə deyək, tam görünür, yəni çərçivələri aydın görünür, amma arxa fonu isə bulanıq kimi görünür. Yəni bu bizdə Mika və yaxud Flint dizayn sistemidir. Əsas fərq məsəl üçün deyə bilərik ki, baxın burada da qeyd etmişəm ki, Flint vizual estetikdir. Yəni ümumi evin görünüşü. Yəni evdə rənglər, işıqlar, tərtibat. Mika isə yəni evə daha da gözəllik qatacaq divar kağızıdır. Yəni bu divar kağızını biz özümüz seçirik, sakitlik və dərinlik qatmaq üçün. Yəni bu da belə. Sonra başqa nəyimiz qaldı burada? Baxın, Flint vizual tərcümə daha modern, daha cəlbedici, daha isə demək belə deyək də daha modern etməyimiz üçündür. Sonra burada kontrollar kəskin olur. Baxın, burada proqramın kontrolları, yəni kənarlıqları kəskin görünür, arxa fon bulanıq olsa da. Bir də administrative tools var. Bu da ki, adətlər belə deyək, utilitlərimizdir. Disk line-up-dır, defragment-dir, system configuration-dır, system information-dır, sonra task shell-dır, resource monitor-dur və digər bizim demək nələrimiz var? Administrative tools, yəni utilitlərimiz var.